Goranboyda qəzalı olan yaşayış binasının 5-ci bloku çöküb. Bəzi mənzillərdən sakinlərin iştirakı ilə əşyalar çıxarılsa da, bir neçə evin sakinləri əşyalarını çıxara bilməyib. Əməkdaşlarımız hadisə yerində olub, sakinlərin və binanın gələcək aqibəti ilə bağlı son vəziyyəti öyrəniblər. Bərabər izləyək. Goranboy rayonunun Cəfər Cabbarlı küçəsi 4 ünvanında 5 mərtəbəli qəzalı binanın 1-ci mərtəbəsi çöküb. Gecə saatlarında isə tikilinin 5-ci girişi tamamilə uçub. Hadisədən bir neçə gün əvvəl sakinlər binadan çıxarıldığı üçün uçqun zamanı xəsarət alan olmayıb. Binanın 5-ci giriş hissəsi, yəni 5-ci blokunda təxminən 10 mənzil çöküb. Geriyə belə bir vəziyyət qalıb. Operatordan xahiş edirəm göstərsin. Ümumilikdə binada 90 mənzil var. Bu da təxminən 200-dən artıq sakin deməkdir. Sakinlərin müəyyən hissəsi kirayəyə, bir qismi isə yaxınlarının evlərinə yerləşdirilib. Kirayə haqları dövlət tərəfindən ödəniləcək. Binada çıxarılması mümkün olan əşyalar çıxarılıb, əraziyə giriş məhdudlaşdırılıb. Sadəcə biz beşimizi çıxartmaq istəyirəm. Hər bir çoxluğum kirada yaşadığına görə. İndi icazə versələr onu çıxardacağıq. Binada çöküntü var. Aləmli uşağımızı götürdük, düşdük yerə. Saat 3-4 radələr olaraq mərhələli şəkildə buraxırdılar. Mən 3-cü mərtəbədə yaşadığım üçün mərhələli şəkildə saat 3 idi, 4 olardı. Şərait yaratdılar, özlərinin köməkliyi ilə, Fövqəladə Hallar Nazirinin işçilərinin köməkliyi ilə təxliyə elədim. Əraziyə rayon Fövqəladə Hallar Komissiyasının rəsmiləri cəlb olunub. İlkin qərara görə bina yenidən tikiləcək. Yaxınlıqda olan 2 mərtəbəli binanın sökülməsi də gündəmə gəlib. Sakinlər mərhələli şəkildə kirayə mənzillərə çıxarılmışdı. Əlavə məlumat üçün bildirim ki, həmin binaya yaxın olan 16 mənzilli 2 mərtəbəli yaşayış binasında da texniki baxış keçirildikdən sonra həmin binanın da qəzalı vəziyyətdə olduğu müəyyənləşdirilmişdi və verilən rəyə əsasən həmin binanın da sökülərək gələcəkdə yerində yeni bina inşa olunması məsələsi gündəmdədir. Qeyd edək ki, bina 1992-ci ildə istifadəyə verilib. Hazırda uçqun hadisəsi ilə bağlı sakinlərin əraziyə girişi tam məhdudlaşdırılıb. Baş verən uçqunun fəsadlarının aradan qaldırılması işləri davam etdirilir. İlham Məmmədov, Diana Cəlali, Spice xəbər, Goranboy.